Vətəndaş ona məxsus pay torpağının xəbəri olmadan başqasına satıldığını iddia edir. Xəzər xəbərə müraciət edən Tovuz rayonunun Əyublu kənd sakini Mehdi Qasımov bildirir ki, atası Böyük Vətən müharibəsi iştirakçısı 2-ci qrup əlil mərhum İsrafil Qasımova 65 sot pay torpağı verilib. Şəxsin öz torpağı əkin üçün yararsız olduğu üçün o vaxtki istehsalat komissiyasının müvafiq aktı ilə həmin dövrdə üzümçülük safxozunun balansında olan sözü gedən torpaqla əvəzlənib. 22 il bu torpağı əkib becərdiyini deyən Mehdi Qasımov vərəsəlik aldıqdan sonra torpağı özəlləşdirmək istəyib. Onun sözlərinə görə bir müddətdən sonra bəlli olub ki, sözü gedən torpaq sahəsi artıq satılıb və başqa şəxsin mülkiyyətinə verilib. Bu torpaq sahəsini başqaları saxta sənəddən əldə etmişdilər, əlimdən almışdılar. Mən başqa qurumlara müraciət etdim, hətta nazirliklərə kimi də getdim, müraciət etdim. Nazirlik də təsdiq edir ki, bu düzəlməlidir, ancaq düzəlmir. 2 ildir ki, mən oradan əkin əkmirəm, dolanışığım yoxdur. Şikayətçi onu da bildirir ki, sözü gedən torpağı alan adam etiraf edib ki, sənədləşmə qanunsuz aparılıb və o da aldadılıb. Mehdi Qasımovun tələbi budur ki, sənədləşmədə iştirak edən şəxslərin hər biri yol verdikləri saxtakarlığa görə məsuliyyətə cəlb olunmalı, torpaq isə onun mülkiyyətinə qaytarılmalıdır. Torpağı alan adam deyir ki, məktubu ərizəsi var, hətta nazirliklərə də yazıb məktubun ərizəsini ki, bunun aldadıblar məni, yəni məni, onun pulumu alıb, o torpağı mənə satıblar. Bunda özləri etiraf edir. Hətta Daşınmaz Əmlakının sədri də etiraf edir ki, bu yer Qasımov Mehdi İsrafil oğlunundur. Sözü gedən torpaq sahəsini alan şəxs isə deyir ki, bu torpağı şəxsi mülk olaraq digər bir şəxsdən alıb. Onu da bildirib ki, mövcud proseslə bağlı iddiaçının müraciəti əsasında hüquq mühafizə orqanlarına lazımi izahat da verib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Qasımov Mehdi İsrafil oğlunun mövcud iddiasından xəbərdardılar və məsələ məhkəmə müstəvisində araşdırılır. Cümşüd Məmmədov, Şəhla Poladova, Xəzər xəbər.